Bu videonu izləyəndən sonra ispanaq yemədiyinizə görə peşman olacaqsınız. O, immun sistemini gücləndirir, dəmir çatışmazlığını aradan qaldırır. Lakin bəzi şəxslər istifadə edəndə diqqətli olmalıdırlar. Bəs yaxşı, ispanağın başqa hansı faydaları var? Öyrənmək üçün videonu sona qədər izləyin və kanala abunə olub bəyənməyi unutmayın. İspanaq ürək və damar sağlamlığını qoruyur, qan təzyiqini tənzimləyir, göz sağlamlığını dəstəkləyir və beyin funksiyalarını gücləndirir. İspanağın tərkibindəki fol turşusu və K vitamini sinir sistemini dəstəkləyir, yaddaşı və idrak bacarıqlarını artırır. İspanaq şirəsi beynin oksigenlə daha yaxşı təmin olunmasına kömək edir. Sümük və diş sağlamlığını da möhkəmləndirir. Sümük sağlamlığı üçün xüsusi əhəmiyyətli olan K vitamini, kalsium və maqnezium bu tərəvəzin tərkibində yüksək miqdarda mövcuddur. Dərinin və saçların sağlam qalmasına kömək edir, saç tökülməsinin qarşısını alır və yeni saçların inkişaf etməsində mühüm əhəmiyyət daşıyır. Müntəzəm olaraq ispanaq yemək qırışların azalmasına və dərinin daha gənc görünməsinə xidmət edir. Bu tərəvəz selülitin yaranmasının qarşısını alır və dərinin daha hamar qalmasında mühüm rol oynayır. İspanaq bağırsaq fəaliyyətini yaxşılaşdırır, həzm sistemindəki iltihabı azaldır və mədə problemlərinin qarşısını alır. İltihab azaldıcı təsiri sayəsində bağırsaq mukozasının qorunmasına və mədə xorasının yaranmasının qarşısını almağa kömək edir. İspanaq qəbizlik problemi yaşayan insanlar üçün mükəmməl bir həll yoludur. İspanaq hamilələr üçün ən vacib tərəvəzlərdən biridir. Çünki o, fol turşusu, dəmir, kalsium və digər mühüm vitaminlər və minerallarla zəngindir. Dölün sağlam inkişafına kömək edir və nevroloji qüsurların qarşısını alır. Hamiləlik zamanı qan hüceyrələrinin istehsalını artıraraq anemiya və qidalanma problemlərini aradan qaldırır. Hamiləlik dövründə oksigenin və qida maddələrinin dölə daha yaxşı çatdırılmasına kömək edir. Arıqlamaq istəyənlər diqqətlə qulaq asın. İspanağın aşağı kalorili və yüksək lif tərkibli olması onu ideal tərəvəzlərdən birinə çevirir. Kalorisi çox azdır və buna görə də diyet zamanı rahatlıqla qəbul edilə bilər. Bədənin yağ yandırma prosesini sürətləndirdiyinə görə sağlam arıqlama üçün ideal qida sayılır. Bu tərəvəz bədənə uzun müddət enerji verir və aclıq hissini azaldır. Xərçəng riskini azaldan ispanaq hüceyrə yenilənməsinə kömək edir. Xüsusilə ispanaq şirəsi bədəni zərərli maddələrdən təmizləyir. Tədqiqatlar göstərir ki, bu möcüzəvi qida mədə, döş və dəri xərçənglərinin inkişaf riskini azalda bilər. İspanaq tərkibli pəhrizlər qəbul edən insanlarda xərçəngə səbəb ola bilən iltihabi proseslərin daha az olduğu müşahidə edilib. Ölkəmizdə də ciddi problemlərdən biri olan yod çatışmazlığının qarşısını alır və tiroid funksiyalarını dəstəkləyir. İspanaq yarpaqları yod tərkibinə görə lobya və noxuddan sonra ikinci yerdədir. Bu tərəvəz bədənin stres hormonlarının təsirini minimuma endirərək hüceyrələrin daha sağlam qalmasına kömək edir. İspanaq sağlam qidalanma üçün vacib olan vitaminlər və minerallarla zəngin olsa da, onun tərkibində yüksək miqdarda oksalat var. Oksalat isə böyrəklərdə yığılaraq daş əmələ gətirə bilər. Buna görə də bəzi insanlara məhdud miqdarda istifadə tövsiyə edilir. Çiy və bişmiş ispanaq arasında da fərq var. Bişirildikdə oksalat səviyyəsi nisbətən azalır. Yüksək lif tərkibli qidalar sırasında yer alsa da, bəzi insanlarda həzm problemlərinə səbəb olur. Həddindən artıq istehlak edildikdə qaz, köp və qarın narahatlığı yarada bilər. Həmçinin ispanaq şirəsi bəzi insanlarda mədə turşuluğunu artırır. İspanaq şirəsinin faydaları arasında qan dövranını tənzimləmək var. Lakin dərmanlarla birlikdə istehlak edildikdə risk yarada bilər. İspanaq uşaqlar üçün vacib vitaminlər və minerallar mənbəyidir. Uşaqların qidalanması baxımından faydalı olsa da, 6 aydan kiçik körpələr üçün tövsiyə edilmir. Daha böyük uşaqlar üçünsə az miqdarda bişmiş formada istehlak edilməsi tövsiyə olunur. Qeyd edim ki, ispanağı bişirdikdən sonra tez bir zamanda yemək lazımdır. Yoxsa faydasından çox zərərli tərəfləri ilə üzləşə bilərsiniz. Bəs yaxşı, ispanaq hansı formada yeyiləndə daha faydalı olur? Maksimum qida dəyərini qorumaq üçün buxarda bişirilməli və ya az suda qaynadılmalıdır. Uzun müddət yüksək temperaturda bişirildikdə vitamin itkisi baş verə bilər. İspanaq protein mənbələri ilə birlikdə bişirildikdə daha balanslı və qidalandırıcı bir yemək olur. Hətta tərkibindəki ekdisteron maddəsi əzələ kütləsini artırır. Buna görə də idmançılar mütəmadi istifadə edir.